Heç vaxt ola bilməz ki, hər gün qırmızı ət, mal əti, qoyun əti yeyən ailə və ya adamlar Sağlam olsun. sağlam olsunlar. Sağlam böyürəm ki, mən sağlam. Və ya Şəkər, təzyiq Doktor hamısı var. 20 il var yemirsiniz. 32 ildir. 32 ildir dilinə vurmur. Mal əti, qoyun Məndə əti. şəkər də var, təzyiq də var. Hə, bundan başqa 12-sini dedin, 3-cü ilə mən deyim. Heç vaxt ola bilməz ki, hər gün ət yeyən adam, qırmızı ət yeyən ailədə adamlar əsəbləri sakit olsun. Nervi, Çox gərgin olur. Vegetarian adamlarda xəstəlik daha azdır. Bunların əsəbləri daha rahatdır. Yuxusu daha dərindir. Mədə-bağırsaq sistemi daha rahat işləyir. Biz bilirik ki, bizim insanlar ətlə qidalananda əti normal yemədikləri üçün birinci düzgün pişirmirlər. Ətin bəlkə də özü yemək olar, onu soyutma halda qaynatsan ki, onu heyvanı kəsəndə burada zəhərli maddələr əmələ gəlir qorxusundan. Sən də onu qəbul edən adamlar görürsən ki, əsəbi olurlar, gərgin olurlar, ət olmayanda baş ağrıyır, rahatlana bilmir, doymur. Elə bir hava çatmır, oksigen çatmır. Ət yeyən kim sakitləşir? Ət yeyən dövrdə mən evin yeməyin vaxtı çatan kimi başım ağrıdı, qatırdım bir-birinə, təcili, özümdən asılı olmayaraq. İndi mənim günlərlə aç saxla, Allah'ın olsun bir heç nə yeməmişəm. Bir dənə göy alma, bitdi. Bir gün fikirləşmişəm, hər ikinci gün mənim acılıq günü eləyəcəm. Çünki rahatam, 3 gündə yeməsəm rahatam, suyumu içim rahatam. Ət yeyən dövrdə vaxtı 5 dəqiqə keçən kimi yeməyin artıq həyat dəyişirdi, əsəb dəyişirdi. Ondan başqa, insan əti yeyəndə əti həzmə verən nədir? Göyərti. Biz nə yeyirik? Göyərti ilə əti bir yerdə yeyirik. Ya da heç kimdir bu saat? Çox az xanımlardır ki, bugün göyərtini hazırlasın, ya az kişilər göyərtini stolun üstə qoysun ki, yeyilsin. Göyərti salat ətdən qabaq yeyilməlidir. Ətdən 15 dəqiqə, 10 dəqiqə əvvəl yeyilməlidir. Sonra əti yeməlisən ki, bu göyərti əti həzmə versin. Elə qarışıq, biz də qarışdırırıq hamısını bir-birinə. Çörək, kartofla ət, karbohidratdır da bir yerdə yeyirik və nəticədən olur, həm şəkərimiz qalxır. Həm zülm eləyirdi. Həm də bağırsaq daşları əmələ gəlir. Bir adamda 4 kiloqrama qədər bağırsaq daşı əmələ gəlir. O 4 kiloqram hər gün sənin üstündə ağır yükdür. Deyirsən, ay Allah, mənim niyə ağzımdan pis qoxu gəlir? Ay Allah, mən niyə yorğunam, mən niyə yuxuluyam?